İndi isə bizim üçün önəmli olan bir digər istiqaməti istəyərdim. Danışaq, post-müharibə dövründə vətən müharibəsi qazilərinə əlilliyin təyin edilməsi, o cümlədən onların ən müasir protezlərlə təmin edilməsi hadisəsinin şahidi olduq. Maraqlıdır. İndiyə qədər sosial, psixoloji, reabilitasiya və digər istiqamətlərdə hansı nəticələri əldə etmişik? Vətən müharibəsi qazilərinin əlillik təyinatı, onların reabilitasiya prosesi və tam reabilitasiyasından danışacağıq. Studiyamızın qonağı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rızayev suallarımıza cavab verəcək. Xoş gəlmişsiniz Ramin bəy. Xoş gördük. Mən istəyərdim əvvəlcə elə vətən müharibəsi iştirakçılarının əlillik təyinatı prosesindən danışaq. Bu necə həyata keçirilir və indiyə qədər neçə vətən müharibəsi iştirakçısına əlillik təyin edilib? Son rəqəmlər nə deməyə əsas verir? İcazənizlə mən ilk başda sizə dəvətiniz üçün öz təşəkkürümü bildirim, kollektivinizə və rəhbərliyinizə. Eləcə də bizi izləyən izləyicilərimizi salamlayım. Qeyd etmək istərdim ki, agentlik, hansı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərir, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin təyini və onların reabilitasiyası ilə məşğuldur. Eyni zamanda çağırışçıların yekun tibbi müayinə xidmətlərini həyata keçiririk. Əgər mövzu vətən müharibəsi iştirakçılarına və onların əlillik təyinatlarına söhbət gedirsə, mən də sevə-sevə bu barədə məlumatları sizin vasitənizlə ictimaiyyətə çatdırmağı təbii ki, istəyərəm. Qeyd edim ki, bu sahəyə göstərdiyiniz diqqət, bu sahə üzrə efir vaxtı ayırmanız bizlər üçün çox əhəmiyyətlidir və Nazirliyimiz tərəfindən bu sahədə fəaliyyət göstərən əməkçilər tərəfindən çox yüksək qiymətləndirilir. Əlilliyin təyinatı istiqamətində mən sualınıza cavab vermək istərdim. Belə ki, vətən müharibəsi iştirakçıları əgər hərbi səbəblə əlillik təyinatı əldə etmək istəyirlərsə, bunun prosesi belədir. İlk başda hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilirlər və qərar qəbul olunur. Daha sonra onların qeydiyyatda olduğu müvafiq səhiyyə müəssisəsi tərəfindən Tibbi Sosial Ekspertiza Komissiyasına göndəriş, hansı ki, el arasında forma 88 kimi əlillik təyinatı üçün göndərişlər verilir. Həmin göndərişlər agentliyin elektron alt sisteminə daxil olunduqdan sonra agentliyin peşəkar tibbi sosial ekspert komissiyasında fəaliyyət göstərən həkim mütəxəssislər, həkim ekspertlər tərəfindən əlillik təyinatları verilir. Post-müharibə dövründə, şanlı zəfərimizdən sonraki dövrdə vətən müharibəsi iştirakçılarından ümumilikdə 4465 nəfərə əlillik təyinatı aparılmışdır. Həmçinin onu da qeyd edim ki, 25-ci ilin ilk 9 ayında ümumi əgər rəqəm verəcək olsam, ümumilikdə 342 nəfərə vətən müharibəsi iştirakçısına əlillik təyinatı aparılmış, amma ümumi əlillik təyinatı digər səbəbli əlillik təyinatlarla birlikdə 9 ay ərzində 40400 nəfər təşkil etmişdir ki, yəni bu 40400 nəfər vətən müharibəsi iştirakçıları daxil olmaqladır. Yəni burada ümumi səbəbli əlilliyi olan şəxslər var. Yəni müharibədə iştirak etməyən vətəndaşlarımız da var. İstehsalat qəzası səbəbindən əlillik təyinatı aparılmış şəxslər var, amma bunların içərisində ümumilikdə vətən müharibəsi iştirakçıları üzrə əlillik təyinatı 4465 nəfərdir. Biz burada sırf qazilərdən danışası olsaq, ən çox hansı reabilitasiya mərkəzlərində onlara xidmətlər göstərilib və ya göstərilir? Əslində, qeyd etmək istərdim ki, agentliyin tabeliyində 16 reabilitasiya müəssisələri var ki, hansı ki, bunlardan 11-i böyüklər üçün reabilitasiya xidməti göstərilməsi məqsədi ilə təşkil olunmuşdur. Son dövrlərdə ölkə başçımızın, hörmətli prezidentimizin bu sahəyə olan xüsusi qayğısı, xüsusi yanaşması və müvafiq uğurlu tapşırıqları əsasında bizim 13 reabilitasiya mərkəzimiz əsaslı təmir tikinti ilə yenidən qurulub və eyni zamanda xidmətlərin göstərilməsi istiqamətində də müvafiq, müasir tibbi, texniki avadanlıqlarla təsis olunmuşdur. Həmin reabilitasiya mərkəzlərimizdən hər birində vətən müharibəsi iştirakçıları həm tibbi reabilitasiya, həm də sosial-psixoloji reabilitasiya xidmətləri alırlar və bu günə qədər də davam edir. Qeyd edim ki, bu istiqamətdə göstərilən xidmətlər əsasən tibbi reabilitasiya xidmətləri, eyni zamanda onların cəmiyyətə inteqrasiyası və itirilmiş bacarıqlarının qazanılması istiqamətində əmək terapiyası, sosial-psixoloji xidmətlər, loqopedik xidmətləri əhatə edir
etmişdir. Vətən müharibəsi iştirakçılarımıza bu dövrdə biz əsaslı olaraq 1943 nəfər postmüharibə dövründə həm stasionar, həm də ambulator reabilitasiya xidməti alıb. Ümumilikdə 3681 nəfərinə də həm ambulator, onlayn, icma əsaslı, səyyar və digər reabilitasiya xidmətləri ilə əhatə etmişik. Onu da nəzərinizə çatdırım ki, 2371 nəfərə postmüharibə dövründə müharibə ilə əlilliyi olan şəxsə 82.269 ədəd reabilitasiya vasitəsi təqdim olunmuşdur bu dövr ərzində. Burada protez mövzusunu da biz danışmalıyıq. Çünki aşağı və yuxarı ətrafları amputasiya edilmiş qazilərimiz var. Hansı ki, onların müxtəlif dövrlərdə yüksək səviyyəli, ən müasir protezlərlə təmin olunmasının şahidi olduq. Sadəcə son məlumatlar, yeni xəbərlər istəyərdik öyrənək. Hazırda vəziyyət necədir? Ən son protezlərlə təmin edilən qazilərimizin sayı neçədir? Varmı rəqəmlər? Rəqəmlər var təbii ki. Qeyd edim ki, bu sahədə də ölkə başçımızın xüsusi yanaşması və xüsusi qayğısı mövcuddur və vətən müharibəsi iştirakçı olan qazilərimizə, hansı ki, aşağı və ya yuxarı ətraflarını itiriblər, protez ehtiyacları var. Ölkə başçımızın tapşırığı ilə onlara yüksək texnologiya ilə təchiz olunmuş və tam olaraq aktivlik, funksionallıq imkanını verə bilən yüksək texnoloji protezlər təmin olunmuşdur. Müharibədən sonraki dövrdə 494 nəfərə 612 sayda yüksək texnologiya reabilitasiya vasitəsi təqdim olunmuşdur ki, onlar həm qazimizin o protez istifadəçisi olan şəxsin cəmiyyətə rahat inteqrasiyası, sərbəst, inamlı və heç kimdən asılı olmadan hərəkət imkanlarını təmin edir. Bundan başqa idmanla məşğul olan bizim qazilərimiz mövcuddur ki, biz onlara idman fəaliyyətləri ilə davam etsinlər, idmanla məşğul olsunlar deyə qaçış üçün təyin olunan 15 adda reabilitasiya, qaçış üçün reabilitasiya vasitəsi təqdim etmişik. Onlar da həmin o vasitələrdən istifadə edərək hətta beynəlxalq yarışlarda da iştirak edirlər və ölkəmizi özlərini təmsil edirlər. Müharibənin nəticələrinə uyğun olaraq burada biz sosial-psixoloji reabilitasiyadan da danışmalıyıq. Düzdür, protezlər, əlilliyin təyin olunması ilə bağlı proseslər öz yerində. Bunlar barədə ətraflı məlumat verdi. Yeri gəlsə yenidən mövzuya qayıdarıq. Amma sosial-psixoloji reabilitasiyadan danışanda önə çıxan məqamlar hansıdır burada? Sosial-psixoloji reabilitasiya, yəni açığı onu tam olaraq çatdırmaq istərdim ki, mən. Yəni agentliyin fəaliyyət istiqamətlərindən biri əlilliyin təyin olunması olsa da, digər istiqamət əlillik təyin olunmuş şəxsin reabilitasiyasıdır. Və reabilitasiya məfhumu öz içərisində sadəcə tibbi reabilitasiyanı ihtiva etmir. Yəni eyni zamanda həm sosial-psixoloji reabilitasiyasını, həm vətəndaşın əlilliyi olan şəxsin eyni zamanda cəmiyyətə tam olaraq qazandırılması prosesinin tamlığını əhatə edir. Sosial-psixoloji reabilitasiya xidmətləri adətən vətən müharibəsi sonrasında əlilliyi təyin olunmuş vətən müharibəsi iştirakçılarımıza, eləcə də şəhid, Allah rəhmət eləsin, şəhidlərimizin ailələrinə, yaxınlarına cəmiyyətə yenidən adaptasiya olması və həmin o ağır situasiyanı, ağır dövrü üzərlərindən atması məqsədi ilə təyin olunur. Və qeyd edim ki, bütün reabilitasiya mərkəzlərimizdə postmüharibə dövründə həm qazilərimizə, həm də şəhid ailələrimizə sosial-psixoloji dəstəklər verilmiş, bunun üçün xüsusi layihələr və qrup fərdi terapi imkanları yaradılmışdır. Onun nəticəsidir ki, hazırda dediyim kimi bir çox hal-hazırda qazimiz var ki, eyni zamanda şəhid ailəmiz var ki, həmin o gərgin mərhələdən daha stabil vəziyyətə keçmişdirlər. Bugünün özündə də sosial-psixoloji dəstək layihələrimiz və reabilitasiya xidmətlərimiz həm reabilitasiya mərkəzlərimizdə, həm də onlayn şəxslərin evlərinə çatmaqla davam etdirilir. Rami bəy, ümumiyyətlə müharibədən sonra əlillik qazanmış insanların, qazilərin sağlamlığına qovuşaraq tam reabilitasiyası mümkündür, yoxsa yox? Belə bir şansları varmı? Yəni, müharibə artıq 5 ildir bitib və
elə bir ehtimal varmı ki, artıq növbəti mərhələdə o 50-lik səviyyəsində olmasın? Təbii ki, bu mümkündür. Yəni bildiyiniz kimi 50 təyinatı müddətli və ya müddətsiz olmaqla iki növ üzrə təyinat aparılır. Yəni müddətli 50-liklər adətən o şəxslərə təyin olunur ki, onların xəstəliklərinin geri qazanılma, yəni sağlamlıqlarının geri qazanılma, tam bərpa olma imkanları mövcuddur. Müddətli təyin olunmuş 50-liklərdən göstərilmiş tibbi reabilitasiya bərpa xidmətlərindən, sosial-psixoloji dəstək xidmətlərindən sonra onların tam sağlamlıqlarına qovuşmaq imkanları mövcuddur. Bu tibbən gördüyümüz və praktikada, təcrübədə də sıx-sıx yaşadığımız hallardan biridir. Qeyd edim ki, müddətli 50 təyin olunmuş Vətən müharibəsi qazilərimizdən hal-hazırda sağlamlığı tam olaraq bərpa olunmuş və cəmiyyətə tam olaraq inteqrasiya olunmuş, öz əmək fəaliyyəti ilə tam şəkildə məşğul olan qazilərimiz mövcuddur və qeyd edim ki, bu həm bu sahəyə olan dövlətimizin sosial qayğısı, bu sahədə olan siyasəti, həmçinin həmin qəhrəmanlarımızın iradəsinin və onların mübarizliyinin bariz nümunəsidir ki, artıq onlar öz sağlamlıqlarına qovuşublar. Hal-hazırda Vətən müharibəsi sonrası 50 təyinata aparılmış şəxslərdən demək olar ki, 230-dan yuxarısı artıq tam olaraq reabilitasiya olunub və cəmiyyətə qazandırılıb. Bu arada mənim Vətən müharibəsi qaziləri ilə bağlı ünvanlamaq istədiyim suallar bu qədər. Çünki rəqəmlərə də aydınlıq gətirdik, son rəqəmləri də vurğuladıq. Allah qazilərimizə can sağlığı versin, bundan sonraki mərhələdə şəfa versin və agentlik də belə müşahidə edirik ki, öhdəsinə düşən işləri ardıcıllıqla və intensivliklə reallaşdırır. Mən ümumi əlilliyin təyinatı ilə bağlı sizdən son olaraq bir suala cavab istəyəcəm. Əlilliyin təyinatı ilə bağlı hansı dəyişikliklər var və hansı islahatlara bundan sonraki dönəmdə ehtiyac duyulur? Əslində çox gözəl sualdır və mən inanıram ki, izləyicilərimiz arasında da bu sualın cavabını eşitmək istəyən, bu istiqamətdə maraqlanan insanlarımız çoxdur. Qeyd etmək istərdim ki, əlillik iki istiqamətdə, yəni ki, əlillik təyinatı üçün ilk öncə 50 təyinatına əsas verən xəstəliyin mövcud olması vacibdir həmin insanda və o xəstəliyin fasiləsiz olaraq 6 ay davam etməsi və ya deyək ki, fasilələrlə 1 il, hansı ki, bəzi xəstəliklər var, onlar istisnaya düşür. Bu Nazirlər Kabinetinin 187 nömrəli qərarında mövcuddur bu. Amma prinsipcə 6 ay fasiləsiz bu xəstəliyin davam etməsi lazımdır. Ondan sonra vətəndaş xəstəliyi ilə əlaqədar 50 təyinatı üçün xəstəxanalardan, yəni səhiyyə müəssisələrinə göndəriş vurmaq məcburiyyətindədir. O göndəriş elektron olaraq sistemə daxil olmadan biz 50 təyinatı agentlik olaraq apara bilmirik. 50-nin təyinatı istiqamətində aparılmış islahatlardan mən diqqətinizə çatdırım. Demək olar ki, şəffaflığın və operativliyin təmin olunması üçün 50 təyinatı tam olaraq elektronlaşıb. Artıq elektron sistem üzərindən əlillik üçün müraciət etmiş şəxsin forması, yəni göndərişi bizim sistemdə agentliyin tibbi sosial ekspert komissiyalarının nəzdində unikal, yəni adsızlaşdırılmış formada görülür. Bu da şəffaflığa xidmət etmək və işin operativ və qərəzsiz, ədalətli şəkildə təmin olunmasına xidmət edir və dərhal vətəndaş barəsində təyinat aparılır. Proaktiv olaraq vətəndaşın pensiya hüququ varsa pensiya, pensiya hüququ yoxdursa müavinət hüququ vətəndaşa SMS yolu ilə telefonuna bildirilir ki, artıq sizə deyək ki, pensiya, əlilliklə əlaqədar pensiya və ya müavinət təyin olunmuşdur. Aparılmış digər islahatlardan biri də daha əvvəl deyək ki, 120-126 meyar üzrə 50 təyinat aparılırdısa, artıq 22-ci ildə Nazirlər Kabinetinin 187 nömrəli qərarı ilə təyin olunmuş əlilliyin meyarları qaydasına dəyişiklik edilməklə artıq 126 meyar 634 meyara çıxarılmış və əlillik əhatə dairəsinə alınmış xəstəliklərin sayı genişləndirilmişdir. Bu da özlüyündə vətəndaşlara daha çox əlillik təyinatı aparılması, daha çox xəstəliyin əhatə olunması deməkdir. Yəni günümüzdə də hal-hazırda 50 təyinatı ilə əlaqədar olan meyarlara xəstəliklərin intensiv inkişafı ilə əlaqədar bizdə də təkmilləşdirmə işləri aparılır. Bundan başqa agentliyin həm tibbi, həm də kadr istiqamətləri üzrə ciddi islahatlar aparılmışdır. Tibbi mütəxəssislərimiz bu istiqamətdə təkmilləşdirilmiş və ədalətli, operativ, şəffaf
əlilliyin təyinatı demək olar ki, artıq çox sürətli şəkildə aparılmaqdadır. Yəni deyəcəyim ilkin olaraq bu qədər əlavə suallarınız varsa təbii ki. Təbii ki. Çox sağ olun suallarımıza aydınlıq gətirdiyiniz üçün, xüsusən də qazilərlə bağlı istiqamətlərə, bir çox mətləblərə aydınlıq gətirdiniz. Minnətdaram, uğurlar arzulayıram. Siz sağ olun, təşəkkür edirəm. Teşekkürler. Studiyamızın qonağı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rızayevlə danışdıq.